Təsəvvür edin, hansısa bankda işləyirsiniz. Sizin vəzifəniz müştərilərin pullarını qorumaqdır. Lakin bir gün kasıb bir müştərinin köməksiz halını görürsünüz. Onun hesabı mənfiyə düşüb, evini itirmək üzrədir. Və siz o anda bir qərar verirsiniz. Bu qərar isə bütün həyatınızı dəyişir. Bugün sizə Almaniyada baş vermiş inanılmaz bir real hadisədən danışacağım. Susanna Hirsch bankda şöbə müdiri idi. Amma etdiyi şey onu bir cinayətkar yox, əksinə, xalq arasında Robin Hood xanım kimi məşhur etdi. Hazırsınızsa keçək hekayəyə. Hekayəmiz Almaniyanın Bonn şəhərində 2003-2005-ci illər arasında baş verir. Bu dövrdə mətbuatda adı açıqlanmayan, amma Robin Hood bankiri kimi tanınan 60 yaşlı bir qadın bankın şöbə müdiri vəzifəsində çalışırdı. O bankdakı vəzifəsindən istifadə edərək çox qeyri-adi bir şey edir. Bu qadın nə az nə çox 7,6 milyon avro dəyərində vəsaiti zəngin müştərilərin hesablarından çıxarıb, borc içində boğulan, kasıb və maddi sıxıntı içində olan müştərilərin hesablarına köçürməyə başlayır. Bəli, düz eşitdiniz. O varlılardan pul alıb kasıblara verirdi. O, bu əməliyyatı düz 117 dəfə təkrar edib. Hər dəfə fərqli müştərilərin hesablarından müvəqqəti pul çıxarır, borcluların kreditlərini ödəyir, hesablarını sıfırlayırdı. Şöbə müdiri olduğu üçün o müştəri hesablarına rahatlıqla giriş edə bilirdi. Onun imzası daxili təsdiq prosedurlarını keçmək üçün yetərli idi. Hər köçürmə üçün o ya müştərinin imzasını saxtalaşdırır, ya da xüsusi yardım xərci adı ilə daxili təsdiq kodları daxil edərək əməliyyatları rəsmi göstərirdi. Bankın daxili əməliyyat sistemində xarici yardım kateqoriyası mövcud değildi. Ona görə də o, bu əməliyyatları müştəri xeyriyyə fondu kimi qələmə verirdi. O, 7,6 milyon avronu bir dəfəlik böyük köçürmə ilə çıxarmır. Əksinə, 117 kiçik əməliyyatla həyata keçirirdi. Beləliklə, həlledici audit yoxlamalarından yayınır, ənənəvi yüksək məbləğli transferlərlə nisbətən daha az şübhə doğururdu. Varlı müştərilərin hesablarından yalnız müəyyən məbləğləri çıxarırdı ki, hesab tamamilə boşalmasın və müştəri dərhal şikayət etməsin. Ən maraqlısı da odur ki, o bu vəsaitin əksəriyyətini sonradan geri qaytarırdı. Beləcə, bankın aylıq yoxlamaları zamanı bu əməliyyatlar görünmürdü. Sonradan məhkəmədə bu qadın deyəcəkdi ki, mən sadəcə insanlara kömək etmək istəyirdim. Onların çarəsiz baxışlarına biganə qala bilmirdim. O, bank sisteminin yalnız varlılara xidmət etdiyini, kasıbların isə hər zaman rəqəmlər kimi göründüyünü deyirdi. Bir çoxlarına görə onun bu addımı qaydaları pozaraq insanlığa sadiq qalmaq cəhdi idi. Nəticədə bankın audit sistemi nəhayət bu əməliyyatları aşkar etdi. Qadın işdən azad olundu və məhkəməyə verildi. O, 117 dəfə mənimsəmə ilə ittiham olundu. Lakin bu məhkəmə də hadisə qədər qeyri-adi oldu. Qadının şəxsi mənfəət əldə etmədiyi, bütün əməliyyatları başqalarına kömək məqsədi ilə etdiyi ortaya çıxınca, məhkəmə ona 22 aylıq şərti cəza verməklə kifayətləndi. Bu qərarla o həbs edilmədi, lakin bütün həyatı dəyişdi. Bugün həmin qadın bir çox mükafat və təqdirlər almaq əvəzinə kiçik bir mənzildə yaşlı və xəstə anasına baxır. Aldığı pensiyanın böyük hissəsi isə hələ də bank tərəfindən geri alınır. Bu hekayə bizə bunu deyir. Həmin xanım həqiqətən də qanunları pozur. Bu danılmaz faktdır. Amma onun məqsədi insanlara kömək etmək idi. O, sistemin boşluqlarından istifadə edərək öz vicdanına qulaq asır və kasıblara kömək edir. Onda belə bir sual ortaya çıxır. Qanunlar həmişə ədalətlidirmi? Yoxsa bəzən insanlıq onlardan daha üstün olmalıdır? Bəs bu hekayədən siz hansı nəticəni çıxardınız? Həmin qadın qəhrəmandır ya cinayətkar? Fikirlərinizi şərh bölməsində bizimlə paylaşmağı unutmayın. Hə, bir də kanala abunə olsaz pis olmaz. Daha bir videonun sonuna gəldik. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.